Ay qaqa, sənə bu dəqiqə pul lazımdır. Lazımdır qardaşım. Prosta sən mənə başa düşmürsən axı. Ay qardaş, başa düşürəm. Boğulmursan borcun içində. Boğuluram. Ona görə deyirəm də, gəl maşını aparaq qoyaq Grand Avto kreditə. Allah ekber, Allah ekber. Bildimi? O kişi maşın lazım olur da bazara gedir, eləyir, ora bura. Həm də ata icazə verməyəcək də. Narahat olma da, maşın yenə kişinin özündə qalacaq, nömrə də üstündə qalacaq. Bir də ay boyu ödəniş eləyirsən də, komissiyasız asız. Özün bizi şəhərdən böhtəndən uzaq elə, bismillah. Prosta qardaşım heç yadıma düşmür, deyir. Mən o vaxt atanın adına pul götürdüm axı kredit götürdüm. Vaxtında ödəyənmədim, gecikmək. Narahat olmadığına gecikməyə də baxılmır. Baxılmır, narahat olma. Pulu verirlər, bir də ay boyu nə vaxt apara bilərim ki ora? Südlü boy biləm ya. Onda gəlsin mamaya deyim. Nə zat qaynadırsınız, nə deyirsən mamıya, hay? Maşını hara qoysan da çapa yoxla, darıxmadan verib hara deyəsən, mənim gedəm öyrətsən. Nə qarsınız siz, hay? Amma pis şey demir, ev deyir ki, maşını qoyaq, atan maşını qoyaq Grand Avto kreditə, pul götürək, işimizi aşırdaq da. Bax, o maşın orada qalacaq. Köynə nəstə başa dur qardaş. Mənlik də orada. Mən özüm dedim də, mənlik də.